Fevralın 27'si Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq, tutulacaq. Səhər bəzi yerlərdə çiskin olacaq. Axşam isə yağış yağacaq. Gecəyə doğru yağıntı intensivləşəcək. Milli Hidrometeorologiya Xidməti bildirir ki, şimal-şərq küləyi gündüz bəzi yerlərdə güclənəcək. Temperatur gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq. Naxçıvanda da sabah gün ərzində yağış, sulu qar yağacaq. Bəzi yerlərdə daha güclü olacaq. Temperatur 4-7 dərəcə isti gözlənilir. Bir çox rayonlarda fevralın 27'sində hava yağıntılı olacaq, qar yağacaq. Ayrı-ayrı yerlərdə intensivləşəcək. Gecə və səhər duman ehtimalı var. Şərq küləyi güclənəcək. Temperatur gecə 3-6, gündüz 6-10 dərəcə isti. Dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.